Hakimiyyət kanalıdır, Azərbaycan 24 kanalıdır. Baxın. Azərbaycan 24 hakimiyyət kanalıdır. Demirlər, ha, İlhamın yaxtası yandığını demirlər. Gizlədirlər. Ala baxın. Baxın ama ne yazılır burada? İndi aydın məsələdir ki, Türkiyədir bura, media biraz açıqdır. Aydın məsələdir, kimin yaxtası yanıb o, yəni yaxtalar yanıbdır. Amma aydın məsələdir, deyəcəklər Azərbaycan məmurlarının İlhamı gizlətmək istəyirlər. Ala baxın. Azərbaycan 24, Azərbaycan kanalı, hökumət kanalı. Azərbaycanlının 8 yaxtası yanıb. Sonra biraz məzəlidir, bir adamın 8 yaxtası olar mı? Nə də bu taksi arendaya verilmiş kimi bu yaxta arendaya mı verir? Arendaya verilən yaxtalarda 15, 20, 50 milyon olar mı? Deməli, bir dənə yeri kiralayıblar, o bilirsiniz, o yaxtalar dayanan yerlər orada belə, duraklar. Oranı bir dənə belə bölgəni kiraləyiblər. İlhamınki ortada, sağında qızlarınki, anarınki, solunda nə bilim damadlarınki, Alyonanın xoruzlarının nə bilim nəyin. Baxın dəyərləmən. Ala, Anarın 8 lüks yaxtası yandı deyildi, xəbər gəldi. 2 yüksəklığından qabaq. Sən demə, iz azdırırmışlar. Səhər saatlarında İlham Əliyevin ailəsi, yaxınları, ailəsi özü yaxtada adımı, yaxtada olacağını bilərək, yaxta alev topuna döndərdilər. Bilmirəm trotil qoydular, bilmirəm altdan vurdular, bilmirəm yandan vurdular, bilmirəm əvvəldən içəridə lazımı nələrsə yerləşdirilir. Çox güman ki, mən düşünürəm mənim öz başımdan dənizin altdan nəsə elədilər. Və nəticədə İlham Əliyevin yaxtası o qədər güclü yandı. O ki, birisi onlar sığortalıdır, nə qədər milyonlar sığorta ödəyirlər. O qədər güclü yandı ki, İlham Əliyevin yaxtası. Hətta ətrafdakı nəinki onu söndürmək, ətrafdakı yaxtaları da, qızların, damadların da yaxtasını yandırdı onun alevi ateşi. Və nəticə etibarilə məlum oldu ki, İlham Əliyevin yaxtasıymış. Yaxtayla yanaşı o yaxtanın yanında İlham Əliyevin oteli də var imiş. Otel də ateşə verilibmiş. Oteli tez söndürüblər. Tez söndürüblər oteli. Bunun hamısını eləyən kimlərdir? Mən onu gözəl bilirəm. İlham Əliyevə dərs vermək istəyən qüvvələrdir. Burada aydın məsələ. İlhamın yaxtasını kim yandırıb? İki burada yol var, ikicə yol. İlhamın yaxtasını kim yandırıbdır? İki yol var. İran tərəf, Amerika tərəf və yaxud, belə deyək, İlham Əliyevi savaşa soxmaq istəyən tərəf və yaxud İlham Əliyevi Türkiyədən vızqırd eləmək istəyən tərəf. İlham Əliyev, elə bilməsən Bakıya getmirsən, ailən Bakıya girmir. Qorxusundan, çünki paytaxtlar vurulur. Ey İlham Əliyev, dünyanın heç bir yerində sizi rahat qoymarıq. İndiyə kimi mənim arvadım olmusan, indiyə kimi mənim soskam olmusan, indən sonra da mənim soskam olmalısan, mənim arvadım olmalısan, mən deyəni eləməlisən, səni orada biz saxlamışıq, sənə hər cürə güc imkan verdik, milyardlar, trilyonlar bəxş elədik, xalqı bu qədər əzdirdik, tək adam sistemi dünyada yeganə, kim Çindən betər sistem qurduq burada. İndi xeyr ol, hə, işimiz düşübsə, Tel Aviv dağılır. Netanyahu ölüb bir qalıb belə bilinmir, yalandan gündə bir saxta video çıxardılar ortaya. Heç axırıncı videoda düz əməlli deyildi. Trump'ın hökumətinin sonu gəlib, Amerikanın belə müqəddəratı təhlükə altındadır. İlham Əliyev, cənubdan alınmır da, vurmaq alınmır da, şimaldan vurmaq lazımdır. Ya İlham Əliyev, Amerikanın, İsrailin dediyini eləyəcək, ya da hakimiyyətdən devriləcək. Tutarı getdi. Ana baxın İlham Əliyevin yaxtası necə yanır. Necə yanır. Ala. Ala. Baxın. Ay. Of be. Ala baxın millət, baxın. Ala baxın millət, ala. Ala baxın millət, İlhamı yandırdılar. İnanın Allah'a deyirəm, bugün səhər saatlarında olub bu yanğın hadisəsi, bugün səhər saatlarında olubdur yanğın hadisəsi. Səhərə yaxında hamının yatan vaxtı. İlhamın ailəsini öldürmək istəyiblər. Əla, super, of. Əla. Yaxşı, indi sual ortaya çıxır. Birinci İlhamın ölməsi, ailəsinin ölməsi bizə sərf eləyirmi? Şəxsən mənə sərf eləmir. Qardaş, ayən, bax, bu İlham Əliyev ailəsi toplu şəkildə öldürüləcək. Deyim mi niyə? İlham Əliyev ailəsini sayıram. Rockefeller ailəsinin sirrini bilir. Astor ailəsinin sirrini bilir. Kral ailəsinin sirrini bilir. Putin'in sirrini bilir. Erdoğan'ın sirrini bilir. Bunlar elə bir adamlar deyirlər. Dünyanın böyük gücləri, böyük kəşfiyyat orqanları. Hələ Epstein'in düyünü belə İlhamda çözüləcək. Belə bir adamı salamat buraxarlar mı? Başınıza dönüm. Ən mümkün deyil salamat buraxmaq. İranın bütün rəhbərlərini öldürdülər. Danışmaq adam yox deyilər. İlham icazə verməyəcəklər. İlhamı öldürəcəklər, rədd eləyəcəklər. Ərazidən istifadə eləmək üçün. Zaten Azərbaycan boşdur. Qonşu ölkəmizdə müharibə gedir, elə mi qadın Ali? 2 günün bir həftədə bir dəfə Putin kimi yaşlı adam efirdədir. Erdoğan hər gün efirdədir. Trump nərdəysə hər saat efirdədir. Uduzduqca da biləcək qalıb tukunu yiyəcək. Netanyahu bilmirəm ölüb qalıb, amma onu bilirəm ki, hər gün Netanyahu'nun bir çukçası ortadadır. İlham Əliyev oradadır. Heç olmasa demirəm, heç savaşa görə, başqa bir açılış, başqa bir işlərlə bağlı ortaya çıxsın. Bir dənə çıxartdılar ki, İlham Əliyev
Qarabağda 10-15 nəfər dövlət təhlükəsizlik xidmətinin əməkdaşı qohumunu yığıblar, 10-15 nəfərlə bayram keçirir. Məlum oldu ki, baxın ha, il axır çərşənbə bayramı kimi İlham Əliyevin çəkdiyi video bir həftəki qabaq çərşənbənin çəkdiyi videodur. Bizə sox gəlirlər. Allah ümümüzü tiksinsin. Görün hansı həddə gəldiniz, çatdınız. Sizin prezidentiniz Bakıya gəlməyə qorxur. Hani bizə lağ eləyirdiniz siz? Gözəl göçək trollar. Anası Valika çıxan trollar. Atasını tanımayanlar. Bir gecədə 10 kişinin mayasından peyda olanlar. Və siz bizə lağ eləyirdiniz. Vətənə gəlməyə qorxursunuz. Nə bilim, burada danışmağa qorxursunuz. Sizin prezidentiniz hanı? İlham Əliyev hanı? Bir Alyonanı veriblər qabağa. Ölsə də ölsün da, ha. Alyonaya girən girifdir. İranın o şahidi girsən olasıydı ki. İranın nə bilim o cürbəcür o raketləri var. Şahin raketləri, Mahin raketləri. O girsən olasıydı. Vaho, ay İlham Əliyev, Mehriban Əliyeva. Bu təsbih əlimə keçib ha. Ananız ağlar qaldı. Mən dedim, mən hansı tərəfdəyəmsə o tərəf qalib gələcək. Bax, bunu deyirəm sizə. Mən dedim ki, niyyətimiz hara, mənzilimiz ora olacaq. Bax, deyirəm ha. Bilin ha. Əziz həmvətənlərim. Yeni il qabağından bu günə qədər. Yeni ildən, yəni ayın birindən bu günə qədər. Bu at Murad ilindən bu günə qədər. Bir dənə kədərli xəbər aldıq mı? Hələ yox, sən də nə danışırsan sən? Bir kədərli xəbər aldıq mı? Ala yox. Naxçıvan vuruldu eləmi? Ala bomba. O bizə sərf elədi belə. O bizə sərf elədi belə. İlham Əliyev yoxsa quşlamazdı. Birbaşa ipləri qoparmazdı. İranın opa kəndirinə keçməzdi. İndi qaldı. Qəyaqlar danışan böyük qüvvələrlə. Qabildir. İlham Əliyev əgər Naxçıvan hadisəsi olmasaydı, İlham Əliyev elə qazdandırıb hansısa qüvvələr qazlayıb ortaya salmasaydı, İlham Əliyev Amerika ilə də uzlaşa biləcəkdi. Uzlaşa biləcəkdi. İlham birbaşa tuzağa salındı, tora salındı. Balıq ki tora salınır ha. O tor var ki, belə çıxma ehtimalı var, tor var ki, dolaşdı da çıxma ehtimalı yoxdur. Bir qalır ki, keçəcək Qabilin əlinə. Sonra, deyən həmvətənlərim, Qabil onu tabiyə tullayacaq, gölə tullayacaq, onu özü xalqdan məsləhətləşib eləyəcək. Neysə, gördünüz mü ilin əvvəlindən bu günə qədər ancaq sevinirsiniz? Kədər qəm qüssə gördünüz mü? Nə görürsünüz? İndi o heç də işıq pulu gəlir, qaz pulu gəlir, 10 manat yüklüysən sayğaca, 3-ünü aparat oğurluyur, 7-sini yüklür. Bu ki, bizlik böyük çək adam. Ay ki, mən sizə dedim, il bizim ildir. Mən sizə dedim, İlham Əliyev ölü-ölə gedəcək. Mən sizə dedim ki, mən Azərbaycana gəlmə, sənədlərimi belə haçan toplayacam, onu belə bilirəm. Ay kilər, biz elə belə adam yıxmı burada durub papağı günə yandırır. Bax, deyirəm ha, gördünüz mü? Gördünüz mü necə sevindirdim sizi? Gördünüz mü? İndi hələ bu sevincin dalı gələcək. Bəlkə də sevincimizə sevinç qatıldı. Nə bilirsiniz? Bəlkə gəmidə Mehriban var imiş. Bəlkə bunlar ölülərini də gizlədəcəklər. İnan Allah o gəmidə nəvəsi, nə bilim, arvadı zad olsa İlhamın. Ölüsünü də gizlədəcəklər bunlar. İnanmırsınız? Vallahi gizlədəcəklər. Yaxşı, indi əyri oturaq düz danışaq, təmiz söhbət edək. O 8 yaxda yanıbdır. Biri ən bahalısı İlhamındır. Biri qızınındır, biri o biri qızınındır, biri oğlunundur, biri anarındır, biri mühafizənin o yanında gəzməsi üçün. Hər nəysə. Bu 8 gəminin qiyməti yarım milyarddan çox. Oturun hesabını, 50 milyon, 100 milyon, 150 milyon. Ən balacası ola bilər 10-15 milyon olsun. Yaxşı, bu yarım milyard deyək, ya 100 milyonlarla dollar qiymətinə bu yaxta var. Bunların mühafizəçisi var. Bunların yanğın söndürmə şitləri var. Bunların sahil mühafizəsi var. Bunların sığortası var. Bu həm öz, bunların içində olanlar var. Yaxşı, indi sual ortaya çıxır. Heç mi ölən olmadı? Saat 5-də yanan gizli gəmi. Acaba İlham Əliyevin nəyi öldü? Zaten biz bilirik ki, Bakıda yoxdurlar, hamısı digərgindilər. İstirahətdədirlər, orada, burada. Bu qorxularından Bakıya gəlmirlər. Acaba kim öldü? Nə bilirsiniz? Bəlkə İlhamın özü öldü onun içində. Nə bilirsiniz? Bəlkə gəmilə ilə İlham Əliyev cütləşirdi içində, yandı, öldü. Nə bilirsiniz? Yox, mən İlham Əliyevin ölümünə inanmıram da. Deyəcəksiniz, niyə? Bir, inanmaq da olar. Amma İlham Əliyev orada qalacaqdırsa, ayıq-sayıq mühafizə çox olacaqdır. Bəli. Amma orada İlhamın qızları, nəvələri, yeznələri, belə şeylər qalacaqdırsa, hamısı yellənir, narkotik, kakain, makain yatırlar. Mühafizə də kayfını tutur. Mühafizə də kayfını tutur. Birdən-birə də alovun yanması və alov hop budum eləyən kimi yan yörə dolu adamdır. Onunla irəli gəlir ki, ətrafda adam çox olub, gəmilərdə də adam çox olub. Acaba ölən olub bu? Ölən olubsa kim olubdur?